Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Adi bunun kəsillərin izahını verəcəm. Deməli, 42-dən başlayırıq izaha. Deməli, 31,2 vurulsun 3'dən. Bilirsiniz ki, burada ortaq vuruq kimi 3,5'i çıxardacağıq. 31,2'dən çıxacağıq 1,2'ni. Bu da olacaq 3,5 vurulsun 30. Bu da 105 cavab B variantı eləmiş olacaq. Hansı doğru değil, 43'də değil. Hər bir nöqtə ədəmdə tam ədəddir, düzdür. Ən kiçik nöqtə ədəd 1-dir, düzdür. Hər bir nöqtə ədəd rasional ədəddir, düzdür. Hər bir nöqtə ədəd tam ədəddir, xeyr. Məsələn, 3'də 1 rasional ədəddir, amma tam ədəd deyil. D səhvdir. Hansılar doğru deyildir? Birincisi düzdür, 44'də 1 düzdür. 2 səhvdir. Həm də rasional ədəddir. 3 də düzdür. Həm də rasional ədəddir, səhvdir. Hər bir tam ədəd, həm də rasional ədəddir, 5 də düzdür. 1, 3, 5 cavab A variantı düzdür. Aşağıdaki hansı doğru değil? 2 tam ədədin cəmi tamdır, düzdür. 2 rasional ədədin fərqi rasionaldır. O da düzdür. Hansı naturaldır? O da düzdür. 2 tam ədədin nisbəti tamdır. D səhvdir. Məsələn deyirəm. 5 də tamdır, 3 də tamdır. Nisbəti amma tam deyil. 7'dən 15 çıxanda uşaqlar modulda daxı. 7'dən 15 çıxanda normalda -8 qalır. Bu mənfi keçməyənlər var da indi. Amma belə olur da. Elə bil belə deyim də mən sizə. Belə eləyəndə 15'dən 7'ni çıxın. Cavab 8. Modulda belə olur. İkinci modulda da 18'dən 8 çıxın. Yerlərini dəyişin. 10. Və sonra biz neysin? Cavab birinci modulun cavabı 8'dir. İkinci modulun cavabı da 10'dur. Cavab da tapmaq üçün cavab olacaq -2. Yəni 8'dən 10'u çıxanda cavab -2 olmuş olacaq. İndi bu 7-ci sırada bunu rahat yaza bilərdi. 6-cı sıra yazması da olar. X bərabərdir. Modul -23 23 deməkdir. 2 mənfi ilə yanaşgənli nə deməkdir uşaqlar? Müsbət deməkdir. 2 mənfi yanaşgənli müsbət olur. Düzdür? Düzdür. Y bərabərdir. -37 üzərinə 37 bərabərdir 0'a. Çünki modul 37 çıxır. Qabağında mənfi var. -37 olur. Bunların da cəmi 46 vermiş olacaq. 48-ci sualda. -230 modulda 230 çıxacaqsa 230 üstə 240 240'ı bölürük 12'yə 24'ü vururuq 4'ə bölürük 2'yə. Bütün hamısı modullar hamısı müsbət kimi çıxar da, mənfilər də müsbət kimi çıxır. Bunu buna böləndə uşaqlar neçə eləyir? 20. Bunu buna 4 bölü 2'dir. 24'ü 4'ə vuran 96, 96'ı 2'yə böləndə 48. Deməli 230'un üstünə gəlməliyəm 20'ni 250. 250'dən də 48 çıxanda 202 olmuş olacaq. Cavab D variantı. Məsafə dedikdə uşaqlar böyükdən kiçiyi çıxın, qutardı getdi. Cavab 13. Böyükdən kiçiyə çıxın. Məsafə deyə nə olur? Böyükdən kiçiyi çıxın. Uşaqlar 50'də 6 verib, x verib, arasındakı məsafəni 3 verib. Deməli nədən 6 çıxanda 3 qalır 9'dan? Gör nə qəşəng. 6 ədədindən 3 vahid məsafədədir. 6'dan 3 vahid məsafədə dedikdə bir dəfə üstünə 3 gəlirik, 9 yazırıq, bir dəfə də 3 çıxıb yazırıq. Deməli, bir dəfə üstünə 3 gəldi, bir dəfə də 3 çıxdıq. Cavab 3 və 9 C variantı. 52'də ədəd oxunda 3 və BX arasındakı məsafə 2'yə bərabərdir. Heç nədə, yəni x-dən 3 çıxanda cavab 2'yə bərabər olub da. X-imiz neçə olacaq? 5'ə bərabər olmayacaq mı? Olacaq. Sonra ədəd oxunda -6 nöqtəsindən hesabın başlandığı qədər 6 məsafə. -6'dan hesabın başlandığı 0'dır. Neçə addıma gələ bilərik bunu? 6 addıma yazıydı, düzdür. 10'luq səsində yazın. 54'ü yazmaq üçün 1 tam. Uşaqlar 3'ü 8'də böləndə düşmür 0 dəfə. 30'u 8'də bölürük 3 dəfə. Neçə edir? 24. 60'ı bölürük. Yox. Mən səhv yazdım mı? Bu 0 nədir yazdım buraya? 3 dəfə 3 yazıram. 24 qalıq 6 qalır. 6 yanına 0 yazsaq. 60'ı 8'ə böləndə 7 dəfə 375. Cavab A variantı eləmiş. Olacaq. Bu getdi. Gəldik bura. 50 düzəldi inşallah. 55'dən. Burada da bax 3'ü 11'ə bölürük. 3 11'ə bölünmür axı 0 dəfə. 30'u 11'ə böləndə 2 dəfə 22, qalıq qalır 8, 80'i 11'ə böləndə 7 dəfə, qalıq qalır 3, 3'ü 11'ə böləndə 2 dəfə, sonra yenə 7, bu dövr eləyəcək uşaqlar. Yəni bu sonsuza qədər belə edəcək. 0'dan dövrdən neçə olacaq? 27 olmuş olacaq. 56-cı sualda bu necə oxunur? 1000'də 225 oxunmur. 1000'də
225. 5'e ixtisar yaparsaq 200'də 45. Hətta yenə də 5'e ixtisar yapara bilərik. 5'e ixtisar yaparanda 40'da 9. Cavab C variantı olmuş olacaq. 57-ci sualda 0,4'də 63. Müəllim 2 dənə 9 yazırıq 63'ə görə. Burada da 63'ün özünü yazırıq. Sonra 9'a ixtisar yaparıq 11'də 7. Sonra uşaqlar 58-ci sualda dövrləri alt-alta toplaya bilərsiniz rahatçılıqla. Buna icazə verirəm mən. Kef edin. Bax 0,4'də 7 deyilir. 0,4'də 7 demək 9'da 7 demək deyil. Bəli. Bunu da vururuq 14'də 3'ə. 3 tane de 9 gelir 3, 7 ile de 14 gelir 2. Cevap olur 6'da 1. Cevap C variantı. Müəllim, eyni şəkildə bu da olur, amma burada diqqətli olun ha. Bax 0,1 dövrdə 3, üzərinə 0,4 4 bölünsün 0,12 12. Nə deməkdir? 0,4 12 deməkdir. Da bu düzdür? Bəli. Bunu çeviririk. Bu olur 90'da 13'dən nəyi çıxırıq? 1'i 12. Bu olur 9'da 4 bölünsün 99'da 12. 90'da 12'ni 6'ya ixtisar yaparaq 15'də 2 9'da 4 bölünsün. Bunu da 3'e ixtisar yaparaq 33'də 4'ə. Bərabərdir 15'də 2 üstə gəl 9'da 4 vurulsun 4'də 33'ə. 4'lər getdilər. Bundan da 3'e ixtisar edir. 3 qalır 11 qalır uşaqlar. Deməli, nə edirik? 15'də 2 ilə də 3'də 11 toplayacağıq. 15 ortaq məxrəc. 15'i 15'ə 1, 1'i 2'ye vuranda 2, 15'i 3'ə vuranda 5, 5'i 11'ə vuranda 55. Olur 15'də 57, 3 tam 15'də 12. Hətta yenə də 3'ə ixtisar yaparsaq 3 tam 5'də 4 kimi də deyə bilərik. Maşallah, biz uzun çəkdik amma belə. 60-cı sualda. Sonra bu olur 90'da 21 sürətimiz olur. Bunu hamı çevirə bilir də. Bölünsün 90'da 3'ə. Düzdürmü? Düzdür. İnşallah bunun məxrəci 1'dir. Bu vurulur buna, bu vurulur buna. Yəni 21 sürətdə yazılır. 90'da 454, 90'ı 5 alanda 450 verir. Vurulsun. Axı biz tərsinə çevirməliyik. Çevirdik. Deməli 90 ilə 450 ixtisar edir 5 qalır. 3 ilə də 27 edir 3 tane 21 gelir 7 kalır. 5'te 7. 5'te 7'de 1,4 demeli. Cevap D variantı olmuş. Olacaq. 61'də cədvəldə verilmiş ədədi tapın. 0 tam. Dövrə qədər ki 1, dövrədən 2. Yəni bu deməkdir ki 90'da 12'dən nəyi çıxacaq? 1'i. 11'i. 90'da 11 cevap A variantı. Bu da 1 tam 3, dövrdə 1. 1 tam 90'da 31'dən 3 çıxacaq. 28. 2'ye ixtisar yaparsak 45'də 14 olmuş olacaq. Hansı doğru değil? Mənfi ədədlərin cəmi mənfi 12 verir. Əlbəttə ki, mənfi 7, mənfi 5'in cəmi. Elə A variantı səhvdir. Elə A variantı səhvdir. O hamısı düzdür. A səhvdir. Mənfi 12 vermədi. Mənfi 2 yazırlar. 64'də mənfi 86 və mənfi 24'ün cəmi mənfi 86 ilə mənfi 24'ün cəmi verir uşaqlar. Nə verir? Mənfi 120 verir. 110. Mənfi 110 verir. Bax sol tərəf seçdi. Mənfi 110'dur. Sağ tərəfdə mənfi 5'i 4'ə vuranda da mənfi 20. İndi deyir ki, çıx bunları. Mənfi bunlarda da çıxanda belə. Mənfi 110'dan çıx deyir mənfi 20'ni. Çıxanda da plus 20 olacaq. Cavab olacaq mənfi 90. İndi ki, mənfi 90'da mənfi 9'a böl. Böl mənfi 9'a. Cavab nə verəcək? 10 verəcək, verməyəcək? Verəcək. Cavab da B variantı eləmiş olacaq. Qutardı getdi. Deyəsən başqası yoxdur. Yox var. 75'e qədər izah edir ən azı. Deməli, uşaqlar A'mız, bax, 1 ilə 2 arası neçə yerə bölünür? 3 hissədə. Elə bil A'mız 1 tam A bərabərdir. 1 tam 3 dənədən 1'ə bərabərdir. Elə A'mız 1 tam 3'də 1'ə, yəni 3'də 4'ə bərabərdir. İndi bax, 0 ilə 1 arasında neçə nöqtə bu? İnsan aramız var. Hissələr sayın 1, 2, 3, 4, 5, 6 hissədən ibarətdir. A'mız 6'dan neçəyə neçəndə hissədir? 1, 2, 3, 6'da 3'dür. A'mız 6'da 3'ə bərabərdir. B'miz də 1 ilə 2 arası 1 tam 6'da 5'ə bərabər olacaq. Düzdür? Düzdür. Bəli. Nə isə A plus B 6'da 3 ilə də 1 tam 6'da 5 topla deyir.
Yəni bu lap belə yazıldı. Altda 3 üzərinə 6-da 11. Bu 6-da 14 eləyir. Bu da 3-də 7 eləmiş olacaq. Cavab 3-də 7 B variantı. Düz dedik. Aha. Sonra getdik. Sonsuz dövrü. Sonsuz deyirsə uşaqlar, məxrəcində 2 və 5-dən başqa nə varsa hamısı sonsuzdur. Məsələn, cavab C variantı 3-də 2. Və 2 və 5-dən başqa nə görürsünüzsə hamısı sonsuzdur. Demək, sonlu olub kəsr olarsa, en aşağı hansısı ola bilər? Sonlu deyirsə 3B variantı. 3 qoysaq 68-də 15-də 3, 5-də 1 olar. İxtisar bu da 0,2 olacaq. Müqayisə edin uşaqlar. Bax, müqayisəni də belə izah edirəm sizə. 0,73, 2, 2, 2 yazın. Bax, dayanın burada. Sonra B-ni yazın. 0,7, 32, 32, nöqtə, nöqtə. C-də də yazıram. 0,73, 73 və s. Bax, tam hissələr 0. 7-lər bərabər. 3-lər də bərabər. Aha, bura baxın. Deməli. 2, 2, 7'dir. Burada en böyüsü C'dir. C 7'dir. Deməli en böyüsü C'dir. Sonra A'nın B'ni müqayisə edir. Bura baxın indi. B'miz 3'dür, A'mız 2. Deməli en böyüsü B, en kiçiyi də A'dır. B ya da belə. A, B, C kimi yaza bilərsiniz. 70'də də belədir uşaqlar. Deməli 70'də necə olur? A bərabərdir 2 tam %53. B bərabərdir 2 tam 5 dövrdə 3. C də bərabərdir 2 tam 5, 5, 5, 5 dedik. Yəni tam hissələrimiz bərabər. 5'lər bərabər. 3, 3, 5 gəlir uşaqlar. Deməli ən böyüsü yenə C-dir. İndi B böyüdü, A böyüdü. Əlbəttə ki B böyüdü. Niyə müəllim? Çünki bu sıfırdan qutaracaq. Bu sıfırlaşır. 0 böyüdü, 3 böyüdü. Əlbəttə ki 3 böyüdü. Bayaq kimi də yenə də. Deməli cavab olacaq 70'də C variantı olmuş olacaq. Əksərlər düzdür. Əksərlərin cəmi 0 verir uşaqlar. Bax biri 4'dür. Biri də 2'dir. 4 və 2 cavab D variantı əksərlərdir. Ədədimiz 2-dirsə əksi A'mız mənfi 2 olacaq. Tərsi 2'nin də tərsi nədir uşaqlar? 2'nin tərsi 2'də 1'dir. Doğru getdi. İndi cəmini istəyir. 2'də 1 uşaqlar 0,5 demək deyil. Mənfi 2 üstə də 0,5 nə verəcək? Mənfi 1,5 vermirmi? Deyir ki, böyüdən kiçik çıxıb böyün işarəsini yazırıq. Ha, mənfi 1,5. Deyir ki, 5'də 1 ilə 3'də 1 arasında yerləşir. Uşaqlar, bunların orta mərkəzi gətiririk. Hər ikisi 15 gətirə bilərikmi? Bu 15'də 3'dür, bu 15'də 5'dir. Cavab 15'də 4 bunun arasında yerləşir, yerləşmir? Yerləşir. Hansı 3'də 1, 2'də 1? Eyni şeydir. 3'də 1 buraya yazırıq, 2'də 1 buraya yazırıq. Bu 6'ya gətirək. 6'da 2 budur, 6'da 3 budur. Görürük ki, ay müəllim, 6'da 2 ilə 6'da 3 arasında ədəd yoxdur. Yoxdursa bir dəfədə 12 gətirik, 12'yə 2'yə vururuq hər tərəfini. Bu 12'də 4 olur. Bu 12'də 9 olur. 12'də 4 ilə 12'də 9 arasında şey vurduq. Üz üstəmi. 12'də üz üstəmi. 12'də 6. 12'də 9 nədir? 2 vuruldu. Bu da 12'də 5 eləyir eləmir. Bunların arasında qalan eləyir. 4,1 və 4,4 arasında yerləşmir. Yerləşmir. 4,1, 4,4 budur uşaqlar. 11. 11, 11 belə eləyir də. Deməli 11 yerləşir. A yerləşir. 109 da yerləşir, 101 də, 112 yerləşmir. Bax bu 111, 1, 1, 1, 1 yerləşir. Amma 4 tam 112 axı bunlardan böyükdür. O yüzden B yerləşməyəcək. Bu qədər sağ olun.